Sizlərə şəxsi tikili ev tapmışam. Hər birinizin hər vaxtınız xeyirli, gününüz uğurlu, xoş getsin. Bax, gəldin həyətə birbaşa maşınla daxil olursan. Çox gözəl bir evdir. Buna bax, evin böyründə də yer var. Bax, qəşəng, belə səliqəli. Ağacın tapılmayan vaxtında ağacda tapmışıq. Hətta ağacımız da var. Burada da bir də əncil ağacı var. Üstündə də bir-iki də əncilimiz var. Bax, buna bax. Evin içərisi bina evinin təmirinə birə-bir bərabərdir. Şəxsi tikili evdir. Buna da nar ağacı da var. Şəxsi tikili evdir. Əsas prospekt yolundan 150-200 metr məsafədə. 150-200 metr məsafədə. Raşotkaları vurulub, paket krişadır, sənəd kupsadır. Getdi evə doğru. Evin görünüşü ləzzət eləyir də konkret. Buna bax. Bax. Bəh. Ürək atan, geniş. Daxil olda sağda yerləşir mətbəx. Yeri isti döşəmədir, mərmər qranitdir. Görürsünüz, səliqəli. Keç sanitar qovşağını təqdim elə, gör necə genişdir. Buna bax. Geniş, asma tabanda yığılıb, çox geniş bir sanitar qovşağı var. Bir daha xatırladım, yerisi döşəməli, şəxsi tikili evdir, qiymət də möhtəşəm bir qiymətdir. Burada yerləşir evin uşaq otağı. Bax, burada yeri də var, görürsünüz, şkaf yığmaq üçün. Burada yerləşir evin digər otağı. Görürsünüz, pəncərəsi evin həyətinə doğru baxır. 4 otaq əla bir qiymətədir. Burada da bir otağıdır, gizlin işıqlar yığılıb. Ev köhnə evdir, yenidən təmir olunub əziz izləyicilərimiz. Köhnə ev 4 otaq. Burada da belə bir geniş evin zalıdır. 4 bir tərəf qoşadaşla inşa olunub. Sənəd kupçadır, kupçası hazırdır. Deməli, yer isti döşəmədir. Bura yox ha, giriş, mətbəx, hamısı isti döşəmədir. Və qəşəng də, ürəyin istəyən də təmir olunub. Geniş də həyəti var. Ümumi, belə deyim, harca 1.5-1.6 sotda yerləşir. Hündür yerdir, yaxşı, səliqəli yerdir. Yaxınlığında məktəb, bağça, bütün yaşayış obyektlər mövcuddur. Gəl bir daha belə bir gözəl həyətə baxaq. Bəh. İnsan həyətdə rahatçılıq tapır. Bax, gör nə gözəldir. Keç oradan, qapıdan bir daha göstər. Səliqə səhmandır, gözəllik. Qiyməti isə 85.000 manat. Sənəd kupçası hazırdır. Gəlin bugünkü gün istənilən notarial xidmətində, istənilən xidmətdə alıq-satqı edə bilərik. Sağ olun, salamat qalın.